Həqiqi möminlər, qardaş deyəndə nə qəsd olunur? Çoxu düz başa düşmür onu. Hədəf nədir? Yəni bu danışılan dərslərdən, hədəf nədir deyilən sözlərdən. Əslində mömin qardaşlığı, möminlərin qəlbinin bir olmasının məqsədi o qəlblərin Allahın itaətində bir olmasıdır. Haqq üzərində bir olmasıdır. Peyğəmbərin sünnəsinə tabiçilikdə bir olmasıdır. Səhabələrinin mənhəci üzərində bir olmasıdır. Bu qardaşlıq təriflənib dinimizdə, bu qardaşlıq təriflənib Allahın kitabında, Peyğəmbərin sünnəsində. Buna görə Peyğəmbər s.ə.v mühacir ənsarları qardaş edir. Buna görə deyib ki, möminlər bir cəsəd kimidir. Ondan bir üz şikayət etsə, digər əzalar qızdırma ilə, ağrı ilə ona cavab verər. Ona görə də həqiqi qardaşlıq, hansı ki, haqq üzərindədir, doğru mənhəc üzərindədir, Peyğəmbərin sünnəsi üzərindədir, səhabələrin yolu üzərindədir, bu qardaşlıq neymətdir. Bu məqam əzəmətlidir. Çünki bu məqam Allah üçündür. Bu qardaşlıq Allah üçündür, başqa bir şey üçün deyil. Onları bir-birinə bağlayan başqa bir şey yoxdur. Hansısa bir rəy, hansısa bir hizb, hansısa şəxsin ardınca getmələri və ya kiminləsə dost olduqları üçün qardaşlıq demələri. Nədir həqiqi qardaşlıqları? Allahı razı salacaq əməllər, Allahın itaəti, Allahın ibadəti, Allahın yolu, Peyğəmbərinin yolu. Budur mümini maraqlandıran və bu maraqlandırmalıdır. Budur nemət hansı ki, Allah Teala onu verməklə müsəlmanlara, onlara minnət edir. Bəndələrinə bu neməti verməklə cəmiyyəti bir-birinə bağlayır. Baxmayaraq cəmiyyət fərdlərdir. Fərdlərdən ibarətdir. Onları bir-birinə bağlayır. Göstərir ki, həqiqi bağlılığı, İslam bağlılığı, möminlərin bir-birinə qarşı olan bağlılığı bunun üzərində olmalıdır. Ona görə də həqiqi qardaşlıq əslində qəlblərin və ruhların bir-birinə bağlılığı. Peyğəmbər sallallahu aleyhi və səlləmlə gələn hədislər, səhabələrdən gələn əsərlər buna dəlalət edir. Əbəs elə sələflər deməyiblər ki, yəni ruhlar bir ordu kimidir. Kimi tanısa o ilə bir olur, kimi tanımasa ondan uzaqlaşır.